Mənim başımda fikrim nə qədərsə, ağlımın məhsulu da elə o qədərdir. Və eləcə də o hədislərdən biri də budur ki, Musa Kazim əleyhissalamın heyvanla danışması, baxın. Mən bunu Qurani Kərimdən Hudhudu niyə gətirdim? Hudhudu Qurani Kərimdən gətirdim ki, yəni deməsinlər ki, necə heyvanla danışırdı. Süleyman Peyğəmbər nə cür danışırdısa, elə Musa Kazim də elə danışırdı. Deyib bu zaman Əli İbn Əbi Həmzə Bətaini deyir ki, qavamıza bir şir çıxdı. Mən qorxdum, yerimdə qaldım. Və əqdəmə Əbul Həsən, İmam Musa Kazim əleyhissalam tez qabağa gəldi. Qeyru muqtərəsin, heç bir narahatçılıq zətdə olmadan, qorxmadan keçdi qabağa, elə mənim qabağıma keçdi. Fərəeytul əsəd yətəzəlləl li Əbil Həsən əleyhissalam. Deyə gördüm ki, şir imamın qabağında zəlil olub diz çöktü. İmam Musa Kazim əleyhissalamın. Qabağında zəlil oldu, diz çöktü. Və yuhmimu ləhu və yuhmimuhu və yuhmimu. Dilim tutmur sözü. Həmhəmə ilə imama nəsə vızıldayıb dediyində öz dilində. Şirində o nərə çəkir, vızıldayır. Həmhəmə də biz, həmhəmə nə deməkdir? Nəfəslə nəsə demək. Deyir ya, cəmaat namazında arxada duranlar səslə deməsin, həmhəmə ilə desinlər. Həmhəmə yəni nəyisə nəfəslə demək. İmama deyir, həmhəmə ilə nəsə dedi. Təvəqəfə ləhu Əbul Həsən kəlmusği. İmam deyir, dayandı onun qabağında, qabaqdakı bir insana qulaq asan kimi. Adam adama nətər qulaq asanda gəlir qarşısına, onu dinləyir. Şirin deyir, qarşısında durdu, qulaq asan kimi ona başladı qulaq asmağa. İlə həmhəmətihi, ta ki o həmhəməsini tamamlasın. Və vəzəəl əsədu yədəhu alə kəfli bəğlətihi. Şir əllərini imamın, bəğlə qatır deməkdir, atdan biraz balaca olur. İmamın qatırının qarşısında aciz şəkildə əllərini yerə qoydu. İmamın qatırının qarşısında. Və xiftu min zəlikə xoffən azimə. Həmin bu Əbi Həmzə Bətaini deyir ki, mən çox mənzəriyə baxıram, qorxuram. Təsəvvürünüzə edin ki, şir elə belə bir heyvan deyil. İmamın qabağında diz çökür, əllərini imamın qatırının yanında zəlil olaraq yerə sərdi. Sümmə tənəhhəl əsəd ilə canibit təriq. Sonra şir çəkildi yolun bir tərəfinə. Və havvələ Əbul Həsən vəchəhu iləl qiblə. İmam Əbul Həsən Əs-Sani, yəni İmam Kazim əleyhissalam üzünü qibləyə çevirdi. Şir imama həmhəmə elədi, nəsə dedi və imam üzünü qibləyə çevirdi. Və cəələ yəd'u. Başladı imam dua eləməyə. İmam dua elədi. Sümmə hərrəkə şəfəteyhi bima ləm əfhəmhu. Başladı imam dodaqlarını tərpətməyə, amma başa düşmədim nə deyir. Əbu Həmzə Bətaini deyir. Yəni imam dua eləyirdi. Sümmə əvmə iləl əsədi biyədihi ən əmzi. Sonra şirə işarə elədi ki, get. Sonra şirə işarə elədi ki, get. Fəhəmhəməl əsədu həmhəmətən tavilətən. Sonra şirə işarə elədi ki, yəni sən də de. Şir də deyir, uzun bir şəkildə həmhəmə eləməyə başladı. İndi öz dilində belə deyək də, tərpətməyə çənəsini başladı. Və Əbul Həsən yəqul, amin, amin. İmam Kazim əleyhissalam da 2 dəfə o ağzını tərpədib dedikcə, İmam Kazim əleyhissalam deyir ki, amin, amin. وَانْسَلَفَ الْأَسَدْ حَتَّى غَابَ عَنْ أَعْيُنِنَا. Şir ta getdi, ta gözümüzdən itdi, çıxdı, getdi. وَمَزَا أَبُو الْحَسَنْ لِوَجْهِهِ وَاتَّبَعْتُهُ. Deyir, imam da gəldi, ta mənə tərəf çöndü və mən də onun ardından getdim. فَلَمَّا بَعُدْنَا عَنِ الْمُوْزِئِ لَحِقَتْهُ فَقُلْتُ لَهُ. Elə ki, o şirlə qarşılaşdığımız yerdən ayrıldıq, uzaqlaşdıq. İmama dedim, "Cu'iltu fidak." Sənə fəda olum ağa. Mə şənu hazal əsəd. Bu şir nəyə gəlmişdi? Nə deyirdi sənə? Və sən amin, amin dedin. İmam deyir burada ki, Allaha and olsun ki, imama deyir ki, özümdə qorxdum, sənə görə də qorxdum ki, birdən nəsə bir şey eləyər şir. Fəqalə li Əbul Həsən. İmam deyir, Kazim əleyhissalam mənə dedi ki, İnnəhu xərəcə iləyyə yəşku usrul viladəti alə lübətihi. Lübət şişirə deyərlər. Bu şir gəlmişdi mənim yanıma şikayət eləməyə ki, mənim, yəni ki, dişim dünyaya evladımı gətirə bilmir. Təsəvvür edin ki, heyvan zarıyır, balalaya bilmir. Şir üzünü İmam Kazim əleyhissalama tutub gəlir ki, yəbnə rəsul, ay Allahın höccəti. Gəlib imama desin ki, ma dua elə. İmamlar heyvanların dilini bilir. Gəlib desin ki, ma dua elə. Deyir, və səələni ən ədullah. Şir məndən istədi ki, mən Allaha dua eləyəm. Liyufərrizə ənha. Viladətə Allah fərəc verə, tez balamı dünyaya gətirə bilər. Fəfəəltu zəlikə. Mən də bunu elədim.
Və ona dedim ki, ənnaha təlidu zəkərən fəxəbbərtuhu bizəlik. Dedim ki, tezliklə bir dənə erkək oğlun olacaqdı. Şirə xəbər verdim ki, get. Fəqaləli, şir nə dedi imama bə? Dedi, imzi fi hifzillah. Ağa, get, həmişə Allahın amanında ol. Allahın həmişə amanında olasan, o da imama dua eləyir. Fəla səllətallahu aleykə və alə zurriyyətikə və lə alə əhədin min şiətikə. Şirin duasına baxın. İmam deyir, şir dedi ki, nə Allah sənə, nə sənin zürriyyənə, nə də sənin şiyələrindən ağa bir nəfərə müsəllət eləməsin şeyən minəs-siva. Nə sənə, nə sənin nəslinə, nə də sənin şiyələrinə dua eləyirəm ki, bir dənə yırtıcı toxunmasın yer üzündə. Amanda saxlasın Allah siz əhl-i-beyt şiyələrini yırtıcılardan, yırtıcı heyvanların şəhərindən. Fəqultu amin, amin. Mən də dedim ki, amin, amin.